Salamlayıram sizləri, mən şəxsiniz Heydər Hüseynli. U8 liqasında hər birinizi xoş gördük. Ulduz EFA Step komandalarının qarşıdurmasını izləyəcək. Artıq hər iki komandalar son hazırlıq işlərini görür. Ulduz EFA komandasının heyətləri ilə sizləri tanış edək. Bugün komandanın kapitanı qismində komandanın 3 nömrəsi Miryaqub Kazımlı, 2 Yusuf Ağayev, 11 Çərkəz Əliyev, 8 Mansur Cəbrailov, 5 Tərlan Tağıyev, 17 Hüseyin Ələkbərov. Artıq hakimin start fiti gözlənilir. Ənəvi olaraq narıncılı qaralı formada Ulduz EFA komandası, göylü qaralı formada isə Step komandası meydanda mübarizə aparır. Artıq hakimin start fiti səsləndirildi. Bir daha hər iki komandalara uğurlar arzulayır. Ümidvar ki, haqlı, ədalətli, bol qollu, maraqlı bir maç bizləri gözləyir. Step komandasına hücum cəhdi. Yusuf Ağayev 2 nəfərin atəsindədir. Lakin top tikisi oldu Ulduz EFA komandasından. Təhlükəli hücum cəhdi. 3-1 boşluqda yaxalayıblar rəqiblərini, lakin Çərkəz Əliyev özünü çatdırdı. Yan xəttdən Ulduz EFA komandası top oyuna daxil edəcək. Çərkəz Əliyev boş komanda yoldaşlarını axtarır. Ara ötürməsi yaxşı fikir idi əslində. Lakin ünvanına çatmadı. Miryaqub gözəl hərəkətlər Miryaqubdan. İkinci rəqibini də geridə qoyur. Qapıya doğru zərbə və gol! Hesab açılır. Kapitan 3 nömrəsi komandanın Miryaqub Kazımlı ənənəvi qol sevincləri yenə də gəlir və davam edəcək mütləq şəkildə. Artıq ilk qolla rəqiblərini sustururlar. Başlar başlamaz sustururlar. Rəqiblərini mütləq şəkildə davamlı olacaqdır. Ulduz EFA komandası qalibiyyət bir kənara, böyük hesablı qalibiyyətləri sevən komandadır. Qol və qollara vurmağı sevən və qollara da doymayan bir komandadır. Miryaqub yenə Miryaqub rəqiblərini bir-bir geridə qoyurdu, lakin top meydanı tərk edir. Mansur Cəbrailov pressing öz bəhrəsini verir. Out Ulduz EFA. Çərkəz Əliyev yan xəttdən top meydana daxil edəcək. 2-cü nöqtəsini göstərdi xeyr hakim. Türmə gəlir, qarşıladı müdafiəçilər. Mansur Cəbrailov zərbəsinə blok qoyuldu, tabir out. Çəkəsən tabir ötürmək gəlir Yusuf Ağayev. Top qapını azazıq fərqlə yan keçir. Öndə pressing tətbiq edir Ulduz EFA komandası. Hakim üstünlük prinsipini əməl etdi bu epizodda. Mansur Cəbrailov rəqibini əl çəkmir. Yenə Mansur birbaşa uzaq məsafədən zərbə endirmişdi. Son anda blok qoydular. Yenə Mansur topladır. Zərbəsinə yenidən blok qoyulur. Heç üçün şansı Step komandasından və Yusuf Ağayev sürüşmə fəndi ilə rəqibinin qarşısını alır və topu meydandan kənarlaşdırır. Və ünvansız ötürmə Step komandasının oyuncularından. Miryaqub Kazımlı topu oyuna daxil edir. Boşluqda Hüseyin Ələkbərov görür. Hüseyin zərbə endirir. Top qapı dirəyinə geri dönür. Bir təhlükəli hücum cəhdi komandanın 17 nömrəsindən. Lakin zərbəsi dirəyə tuş gəlir. Bəxt Anli Step komandasının bu dəfə tərəfində olur. Yan xəttdən Hüseyin Ələkbərov top oyuna daxil edir.
Hüseynlə Diakan ötürməsi Çərkəz Əliyev. Mansur. Bir qədər Hüseynlə bir-birlərinə başa düşmədilər. Step komandası topladır. Mansur rəqibdən topu alır, qapı boşdur, zərbəsi. Müdafiəçilər imkan vermədi. Hüseyn Ələkbərov out qazandırdı komandası üçün. Mansurdan Çərkəz Əliyevə zərbəsinə son anda blok qoyulur. Hüseyn bir qədər ləngidir Step komandasının hücumunu və Çərkəz Əliyev sürüşmə fəndi ilə top meydandan kənarlaşdırır. Молодец, Рашат. Рашат, уверен. Давай уверен. Все, расслабься, Рашат. Играй. Файда бар. Gözle. Gözle. Ver ora. Başla. Hay kabağatsın, hay. Ver Rashad, tez. Tamirlan Tağıyev. Artıq meydanda görürük. Komandanın 5 nömrəsi TT rəqəbli Tamirlan Tağıyev meydandadır. Sürüşmə fəndindən istifadə etməyi, tez istifadə etməyi sevən oyunculardandır. Məsələ bu epizodda da sürüşmə fəndi ilə top meydandan kənarlaşdırır. Çərkəz Əliyev kritik müdaxilə gəldi. Yəni xətəm Yaqub Kazımla top meydana daxil edəcək. Miri 2 rəqibindən sıyrılır, lakin 3-cü rəqib onu qarşısına alır. Hüseyn Ələkbərov təzyiqlər davam edir Ulduz EFA komandasından. Out step. Çərkəz Əliyev yenə də 2 nəfərin atəsindən müdaxilə edir Hüseyn. Və out qazanır Ulduz EFA komandası. Hüseyin sol cinaqdan irəliyir. Gün zərbəsi yerinə yetirilir. Ulduz EFA komandası tərəfindən. Yaqub ötürmə gəlir Çərkəz Əliyev. Tamirlan Tağıyev də topçusu olsa belə yenidən qazandılar. Çərkəz Əliyev top meydanda saxlayır. Bir rəqibini geridə qoyur. Ötürmə gəlir Tamirlan Tağıyev. Top qapıdan yan keçir yenə. Qapıdan zərbəli Step komandası top oyuna daxil edir. Uzun ötürmə Çərkəz qarşıladı. Hüseyn Ələkbərov zərbəsinə blok qoyuldu. Hüseyn qapının boş olduğunu görür, zərbə cəhdi. Yenə qoymadılar zərbə indirməsinə. Yaqub. Ara ötürməsi imansız bir ötürmə olur. Yeniden Hüseyin topladır. Ötürməsi keçmədi. Pressing tətbiq olunur Çərkəz Əliyev tərəfindən. Yaqub Kazımlı 2 nəfəri geridə qoyur top meydana saxladıqdan sonra. Və 2-cü zərbəsi yerinə yetiriləcək. Çərkəz Əliyev Tamirlan Tağıyevin zərbəsini yenidən blok. Qapı boşdur. Qapı boşdur, zərbə indirilir və top dirəkdən qapıya daxil olur. Maçda tarazlıq bərpa olunur 1-1.
Yusuf Ağayev zərbəsinə yenidən blok gəlir. Yusuf yanında Tamerlan, gözəl hərəkətdə Tamerlan Tağıyevdən. Şən top itkisi olur. Top itirsə belə əzmkar mübarizə aparırlar. Şəkəsəliyə sürüşmə fəndini dəqiq yerinə yetirir. Uzaqdan qapıya doğru zərbə. Top qapının üzərindən keçir. Yusif Şəkəsəliyev. Ceyqan'a ötürməsi Step komandasının oyuncularından zərbəyə blok gəlir. Və komandanın qol silahı 9 nömrəsi Həsən Zamiroğlu'nu da artıq meydanda görürük. Həsəndən gözəl hərəkətlər, bir rəqibini geridə qoyur yenidən. Hüseyn Ələşbərov istiqamətini ötürmə, lakin bir qədər onun sürətini hesablamamış ötürmə olur. Outda qazanırlar. Həsən pauz edir, bir rəqibini yola saldı, sol ayağı ilə zərbə indirdi, o qədər də keyfiyyətli alınmadı Yusuf Ağayev. Kritik müdaxilə. Top qapıya istiqamətlənirdi. Həsən Zamiroğlu yenidən topladır. Bitirməsi keçmədi. Səhvə yol vermişdi bir qədər. Bitirmə edərkən. Hüseyn Ələşbərov meydanı tərk edir. Əvəzinə isə yenidən Mansur Cəbrayılov meydana daxil olur. Həsən Zamiroğlu. Mansur. Gözəl hərəkətlər Mansur Cəbrayilovdan. Son anda qarşı salındı Mansur'un da. Vai, esse aqui é esse, vai. Deixa as forças do patrão. Həsən. Şimdi Yusuf Ağayev. Tamerlan Tağıyevin önünə doğru son anda müdafiəçiləri uzaqlaşdırdı. Həsən Zamiroğlu. Topçusu var. Qapı boşdur. Diqqətli olma lazımdır və gol. Step komandası 2-1 hesabı ilə önə keçir. Və Ulduz EFA komandasının belə bir nəticələrini dəfələrlə görmüşük. 1-0, 1 topla, 2 topla geridə olarkən 7, 8, 10 top fərqlə önə keçdikləri dəfələrlə görmüşük və dəfələrlə şahid olmuşuq. Artıq Ulduz EFA şousu başlayacaq biraz sonra mütləq şəkildə. Baş məşqçi postunda Nami İskəndərov mütləq şəkildə tapşırıqlarını verəcək. Qol silahlarını işə salacaq. Taktiki gedişlər. Artıq o aparıcı oyunculardan biri də hazırlaşır meydan kənarından komandanın 30 nömrəsi Şamil Evinoğlu. Meydana daxil olacaq. Həsən Zamiroğlu. Və Tamerlan Tağıyevin yerinə daxil olur. Həsəndən sol ucuna ötürmə. Şamil Evinoğlu pauz edir. Yenidən Zamiroğlu ilə oynayır. Sağ sınaqda Mir Yaqub Kazımlı. Mərkəzdə yaxşı başa düşdülər Şamil Evinoğlu ilə bir-birinə Mansur Cəbrayılov. Mansur zərbəsinə yenə blok.
Emir işaret. Başa qapıya doğru zərbə, top qapını azadlıq fərqlə yan keçir. Həsən Zamiroğlu toplanır. Sürəti hesabına bir rəqmini geridə qoydu. Həsən zərbəsinə blok gəlir. İmkan vermirlər. Maç başlayar, başlamaz. Ulduz Efa komandası fərqlənsələr belə 5 zərbədən 4-ünə blok qoyurlar. Step komandası müdafiəçiləri. Həsən Zamiroğlu və əllə qarşısı alınır zərbəni. Həsən Zamiroğlu yaxınlaşır. Ötürüm edir Şamil Elvin Ağlaya. Əslində xəsislik etmədi bu epizodda. Lakin başa düşmədilər bir-birinə. Gözləmirdi Şamil Elvin Ağlaya ötürmə edəcəyini. Alt yerinə yetiriləcək Ulduz komandası tərəfindən. Yeniden Zamiroğlu. Diagonal ötürmə. Mansur Cəbrayilov toprağımı edə bilmədi. Şamil Elvinoğlu ötürmə qarşısını alır. Uzaqdan zərbə indirir, yenə müdafiəçilər çatdırır. Daha bir zərbə Şamildən. Top qapıdan yan keçir. Qapıdan zərbə. Zamiroğlu, Mansur, Miyaqubsun topu buraxır. Miyaqub, Zamiroğlu uzaqdan qüvvətli zərbə qapı tilindən top geri dönür və əllə oyun var idi. Bəli, penalti qərarı gəlir. Miyaqub Kazımlı penalti zərbəsini yerinə yetirəcək. Miyaqub yaxınlaşır, zərbə və gol! Dubul gəlir Miyaqub Kazımlıdan. Dubul gəlir. Tarazlığı bərpa edir 2-2. Kapitan gəmisində yenidən xilaskar rolundadır. Və komanda yoldaşı Şamil Elvinoğlu ilə maraqlı şəkildə qol sevincini bölüşürlər. Sürüşmə fənni ilə Şamil Elvinoğlu topu meydandan kənarlaşdırdı. Həsən Zamiroğlu ötürməsi keçmədi. Mansur Cəbrayilov texnikal oyuncudur, əllə də topu özündə saxlayır və altda qazandırır. Həsən Zamiroğlu uzaq məsafədən qüvvətli zərbə. Lakin azacıq dəqiqlik çatmadı topun çərçivəyə getməsi üçün. Miyaqub rəqimdən top alır. Zərbəsi isə top qapıdan bu dəfə yan keçdi. Diagonal ötürmə olmadı. Miyaqub ötürmə çox ağıllı ötürmə idi. Arzu olunmaz bir ötürmə idi rəqib üçün. Step komandasına daha bir hücum cəhdi gələ bilər.
deyəcəkdim ki, artıq təzyiqlər yenidən davam edir və qulla nəticələnir bu hücumu Step komandasının. Tarazlığı pozurlar 3-2. Və beləliklə ilk hissəni Step komandasının 3 hesabı ilə üstünlüklə yekunlaşdırır. Birinci hissədə sizin əməl edilmiş şəxsiniz Heydər Hüseynli. Növbəti hissədə görüşmək ümidi ilə hələlik deyirəm.